Və görürsünüz, Əli yenə döyüşür, polifinala çıxma, yarım finala çıxma üzrədir. Buradan mən Elnur müəllimə səslənirəm ki, kickboksu bizim üzərimizə yollamasın, Quşsandanı bizim üzərimizə yollamasın. Bu Muay Thai idman növüdür. Burada Muay Thai komandası iştirak etməlidir. Ancaq buna baxmayaraq idman şöbəsinin rəisi Elnur Məmmədov tərəfindən bir qrup rəhbər bura yollamışdır və bizim idmançılarımızın önün almaq üçün. Ancaq buna baxmayaraq idmançılarımız 3 rəngli bayraq altında öz qələbələrini aparırlar və bildiyiniz kimi kickboks idman növü də bizim Muay Thai Federasiyasının tərkibində fəaliyyətini göstərir. Bu fəaliyyət də onu göstərir ki, Muay Thai'ya müdaxilə etmək olmaz, uşaqlara bir-birinə qarşı durma yaratmaq olmaz. Artıq bir tək uşaqlar gəzmirlər ki, elə bilirlər hardansa nəsə bir udar olacaq, güc olacaq. Çünki bilirsiniz kickboksun arkasında duran böyük bir insan var, ancaq onu bilirsiniz ki, bizim dalımızda duran ölkə prezidenti var. Biz hər bir Azərbaycanlının dalında duran böyük bir ölkə prezidentimiz var. Bir yersiz yerdən çıxmamışıq ki, kickboks bizə hansısa bir variantla bizə təsir etsin, ya başqa yollara addım atsın. Ona görə təbrik, budur Azərbaycan Muay Thai'nın qələbəsi. Baxın, Elnur müəllim, baxın, sevinin. Sevinmirsinizsə, kimlərəsə göstərin, qoy onlar sevilsin. 3 rəngli Azərbaycan bayrağı altında dalğalanan Əli, bir də salam. Buradan idmançını sevərək mən də salamlaşdım. Eşq olsun Azərbaycana.